Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi əvvəlki adı ilə Abşeron Su Kanal İdarəsinin qarşısındayıq. Təxminən 3 ay əvvəl, daha dəqiq desək, oktyabrın 17-sində əməkdaşımız, həmkarım Orxan Qurbanov da buradaydı. Ona görə buradaydı ki, o vaxtı ayına belə bir məlumat yaymışdı ki, Xırdalandan Bakı istiqamətində E2 nömrəli ekspres marşrut xətti fəaliyyətə başlayır və həmin avtobusların gedəcək, keçəcək ünvanlardan biri də Su Kanal İdarəsinin qarşısıdır. Əməkdaşımız bura gəldi, vəziyyəti izlədi və nə gördü? Abşeron Su Kanal İdarəsinin yaxınlığındayıq. Təxminən 20 dəqiqədən artıq bir vaxt keçməsinə baxmayaraq, E2 sayılı müntəzəm marşrut xəttinin bu ərazidə nə izi var, nə də tozu. Orxanın bu materialı həmin vaxt efirdə yayımlanan təxminən 3 aya yaxın vaxt keçəndən sonra ayına bizi, Baku TV-ni, əməkdaşımızı yalan danışmaqda, səhv məlumat verməkdə ittiham etdi və bildirdi ki, biz düz deyirik, siz yalan danışırsınız. Məlum olub ki, çəkiliş marşrutun keçdiyi ərazidə deyil, tamamilə fərqli bir ünvanda aparılıb. Nəticədə ictimaiyyətə yanlış informasiya təqdim edilib. Bura isə köhnə adı ilə Abşeron Su Kanal İdarəsinin əvvəlki inzibati binasıdır. Bəli, qurum əvvəl burada yerləşirdi. Maraqlıdır ki, bizi yalan danışmaqda, səhv məlumat verməkdə, qərəzli olmaqda ittiham edən aynada, Yerüstü Nəqliyyat Agentliyində bir əməkdaş tapılmadı ki, araşdırsın, görsün ki, avqust ayından Su Kanal İdarəsi burada yox, digər ünvanda fəaliyyət göstərir. Amma qrafik tərtib olunarkən oktyabr ayında buranı qeyd ediblər və bizi səhv olmaqda ittiham edirlər. Amma səhv biz yox, onlardır. Təxminən 3 ay sonra böyük bir material hazırlayıb Baku TV-ni qərəzli olmaqda ittiham edən ayna rəhbərliyi, ayna əməkdaşları həmin o materialların rəy bölməsinə baxsınlar və görsünlər ki, vətəndaşlar aynanı belə işlər görməyə əvəzinə yaxşı iş görməyə, yaxşı fəaliyyət göstərməyə çağırırlar. Hər kəs səhv edə bilər və bu hər kəsin başına gələ bilər. Əsas odur ki, səhv etdiyini anlayasan, onu etiraf edəsən. Amma görünən odur ki, ayna rəhbərliyi, ayna əməkdaşları bundan çox uzaqdır. Ona görə elə buradan onlara səslənirəm. Deyirəm, bəlkə bir aynaya baxaq. Oradan kimin doğru, kimin yanlış olduğu görünəcək.